Salam değerli İMHİM izləyiciləri, mən İngilis dili müəlliminiz Şinarə Talibova. Kanalımızı izləyin və 11-ci sinif imtahanına tam şəkildə essəyə hazırlıqlı gedin və eyni zamanda sinonimləri öyrənərək cümləmizdə ən az 2 dənə sözü dəyişin tipli sual cümləsində əsla çətinlik çəkməyin. Bugünkü esse sualımız isə What can we learn from historical monuments olacaq. Əziz abituriyentlər, gəldik esse sualımıza. Esse sualımız din buraxılış imtahanına real düşmüş esse sualıdır. What can we learn from historical monuments? Tarixi abidələrdən biz nələri öyrənə bilərik? Gəlin cavabımızı verək. Historical monuments help us learn about the past and how people lived many years ago. Tarixi abidələr bizə keçmişi və insanların illər öncə necə yaşadığını öyrənməkdə kömək edir. They show us the culture, traditions and beliefs of different societies. Və tarixi abidələr müxtəlif cəmiyyətlərin kültürünü, adət-ənənələrini, inanclarını bizə öyrədir. Daha sonra bu abidələrin necə tikildiyinə diqqət çəkək. From monuments we can understand human creativity and hard work. Abidələrdən biz bəşəriyyətin yaradıcılığını və gərgin əmək, gərgin işin nəticəsini görə bilərik, başa düşə bilərik. Bu tipli cümlələrlə siz də essenizi genişləndirin və məşq edin. Sonda they connect the past with the present and help us understand our identity. Bu tarixi abidələr bizə keçmiş və gələcəyi birləşdirərək milli kimliyimizi, kim olduğumuzu dərk etməkdə kömək olur. Əziz abituriyentlər, siz də dərslərimə qoşularaq səhvsiz esse yaza bilərsiniz və həmçinin 2 sözü dəyiş tipli sual cümləsindən tam bal əldə etmək şansını qazana bilərsiniz. Təşəkkürlər, bol şans və uğurlar sizinlə olsun.